Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin. Bugün sizlərlə sertifikasiya üzrə olan ümumi sınağımızın mətnlərinin izahına baxırıq. Mətn 1-dən, yəni 15-ci sualımızdan başlayaq. Bir kənddə iki qonşu yaşayırdı. Biri varlı, o biri isə kasıb idi. Varlı qonşu kasıba heç vaxt kömək etməz, əksinə onu tez-tez alçaldardı. Bir qış günü varlının evi od tutub yandı. Hər kəs qorxudan uzaq qaçdığı halda kasıb qonşu canı təhlükəyə atıb içəri girdi. Uşaqları alovun içindən çıxarıb xilas etdi. Hadisədən sonra kənd cəmaatı təəccüblə soruşdu. Sənə bu qədər pislik etmiş birinə niyə kömək etdin? Nə tez unuttun etdiyi pislikləri? Kasıb gülümsəyərək cavab verdi. Mən onun kim olduğunu yox, özümün kim olduğumu unutmadım. Aşağıdakı aforizmlərdən hansı bu mətnin məzmununa uyğun deyil? Pisə yaxşılıq etmək böyük ərdəmdir. Bəli, elə bu mətndə tam olaraq bu ideyadan söhbət açılır. Yaxşı igid od içində tanınar. Yəni odun içində olsan da, pisliyin içində olsan da, nəyin içində olsan da yaxşı gidsənsə bilinir ki, yaxşı gitsən. Yəni elə bu da yaxşı insandır. Bu bilindi hər şeyin bu qədər pisliklərin içərisində. Yaxşılıq edən yaxşılıq görər. Bəli. Qonşu qonşunun külünə möhtacdır. Bəli. Qan qardı, bax burada belə yəni bildirilir ki, fikir versəniz, qonşusansa sən qonşunun külünə möhtacsan, o pişikləri etməməliydin. Qan qardaşın olana yox, can qardaşın olana bel bağla. Bax bu burada artıq yanlışdır. Mətnimizdə bu aforizmə aid ideya yoxdur. Orada məsələn can qardaşına kömək eləyərəm, qonşuya niyə kömək eləyim düşüncəsində olmadı axı. Ona görə Y variantı bura uyğun bir aforizm olmur. Bir kənddə iki qonşu yaşayırdı. Bu həmin mətnimizdə. Ona aid indi başqa bir problemə baxaq görək. Nədir? Sonuncu cümlədə hansı norma və ya normalar pozulub? Sonuncu cümləmiz bu cümlədir. Mən onun kim olduğunu yox, vergül, özümün kim olduğumu unutmadım. Unutmadım yox, unutmadım yazılmalı idi. Fonetik normadır. Nə sözlərin yerinə oturmadığı məqam yoxdur, nə xəbərində məsələn ixtisar yoxdur, yox predikativ sözdür, unutmadım digər xəbərimizdir. Uzlaşma cəhətdən də problem yoxdur. Ona görə də nə şəkilçi, nə söz sıralaması problemi yoxdur. Ona görə qrammatik ya da leksik norma problemi yoxdur. Bir dənə fonetik normadır, o da sözün səhv yazıldığına görə cavabımız olur A variantı 16-da. Keçirik digər mətnimizə. Bax, baxırsınız, fikir versəniz, mətnlər sertifikasiyaya uyğun daha həcmi kiçik mətnlərdir və o qədər də çətin deyil. Köhnə darvaza illərdir ki, açılıb bağlanmaqdan yorulmuşdu. Hər dəfə bir nəfər onu itələyəndə qıcırdayaraq sanki nəsə demək istəyirdi. Həyətdəki armud ağacı artıq meyvə vermirdi. Amma yenə də yaz gələndə çiçək açır, öz varlığını unutmamağa çalışırdı. Həyat bomboş idi. Sanki hər daş, hər ağac bir adamın səsini gözləyirdi. Bir gün uzun illər əvvəl bu həyəti tərk etmiş gənc geri döndü. Darvazanı itələdi. Qapı bu dəfə səssiz açıldı. Armud ağacı isə onun gəlişini hiss edib bir budağında gec çiçəklənmiş bir gülü göstərdi. Gənc başını qaldırdı, gülü gördü və astaca dilləndi. Hələ də məni gözləyirsən. Mətnin məcazi mənasına əsasən armud ağacı nəyi simvolizə edirdi? Bax, fikir versəniz, deyir ki, yəni normalda armud ağacı artıq meyvə vermirdi, amma yenə də yaz gələndə çiçək açırdı. Sanki öz varlığını unutturmurdu ki, gələcək birisi var, onu gözləyirdi sanki. Və o gələn günü bir tərəfinin yenə də ağacının bir tərəfində çiçəklərini açmışdı ki, o gələndə görsün ki, hələ də onun üçün çiçəkləyib. Yəni, burada bir məcazi cəhətdən bu simvolizə edilir ki, yəni bir zamanlar bir şeyi sən qoyub geçsən də hələ də sənin gəlmə ümidini gözləyən birisi var mənasına gəlir. Unudulmuş bir yeri qoruyan qoxu, bax fikir ver, qorxu. Unudulmuş bir yeri qoruyan qorxu. Yəni burada qorxudan söz açılmır, getdi. Hər şeyin yox olduğu tənhalığı, yəni bu mətn bizə məcazi mənasına əsasən armud ağacı nəyi simvolizə edir? Tənhalığı simvolizə etmir axı. Ümidin və sədaqətin zamanla solmayan simvolunu, bəli, elə bizə bunu ifadə edir. Bunu simvolizə edir ki, ümidin və sədaqətin zamanla solmayan simvolunu bizə göstərir ki, yəni zamanla ümid solmur. Əksinə ümid yaşartısı həmişə artır. Adam, yəni ümid içində olanda o ümid işıqları sönməməsi üçün əlindən gələni eləyir ki, bir gün geri dönəcək. Təbii gözəlliklərin təkamülü, yəni ümumi ideya bunu vermir. Vaxtında edilə bilməyən seçimləri də tam olaraq bunu demir. Amma ən uyğunu C tam olaraq mətnimizi ifadə edir.
İndi bu mətnə aid əsas ideyası ilə səsləşən ən uyğun fikri tapmalıyıq. Elə indicə də bununla bağlı ideyası nə olar demişdim. Zaman hər şeyi dəyişdirir. Xeyr, nə qədər dəyişsə də, nə qədər vaxt keçsə də onu gözləyənlər içərisində ümidli şəkildə onu gözlədilər. Yəni bu ümid hissi dəyişməmişdi. İnsan doğulduğu yeri unutmamalıdır. Razıyam, amma bir ideya götürsəm tam olaraq bu olmayacaq. Bu mətndən tam olaraq bu çıxmır. Ümid və bağlılıq zamanla yox olmur. Tam olaraq mətnimiz bizə ümidin işıqlarından danışırdı. Təbiət insandan əvvəl də var idi, sonra da olacaq. Yəni təbiətin insanla bağlılığı yoxdur mənasına çıxır. Bu da mətndən səsləşmir. Həyat səssizliyə qərq olmağı ilə də səsləşmir. Ən uyğunu C variantıdır. Baxırıq mətn 19-a. Qaranlıq kənd yolunda 2 nəfər yanaşı gedirdi. Biri gənc müəllim, o biri isə yaşlı bir kişi idi. Söhbətləri uzanırdı. Gənc müəllim deyirdi: "Mən inanıram ki, bir gün bu kəndin uşaqları kitabla tanış olacaq. Hər evdə savadlı bir adam olacaq. Onda heç kəs kiminsə torpağını zorla əlindən almayacaq. Heç kəs bir başqasını aldatmayacaq." Qoca asta-asta dedi: "Gözəl arzudur, amma uşaq doğulan kimi torpaqla mal-qara ilə böyüyür. Kitab ona yad qalır." "Yad qalmasın deyə mən varam," müəllim gülümsədi. "Mən bu kəndə kitabı tanıtmaq üçün gəlmişəm. Bilirsən, savad insanın başına nur kimi düşür. Gec gəlir, amma gələndə hər şeyi işıqlandırır." Qoca susdu. Kəndin ucqarında kiçik məktəbin pəncərəsindən zəif işıq gəlirdi. O işıq onların üzünü işıqlandırdı. Bu mətndən aşağıdakı nəticələrdən hansını çıxarmaq olar? Gəlin baxaq. Yəni ümumilikdə mətn bizə bunu bildirir ki, təhsil, elm bizim insanların həyatına nur kimi işıq saçır. Torpaqla məşğul olmaq daha faydalıdır. Savad lazım deyil, fikir çıxmır. Mətndə bu sözlərdən danışılır, amma bu bizə bunu ifadə etmir. Kimsə elə baxmadan, məsələn, imtahanda oxuyar, torpaq var, savad var, amma yox, ideya ilə səsləşməlidir. Kəndlərdə məktəblər ləğv olmalı, şəhərlərə köç təşviq edilməlidir deyə bir şey yoxdur. Savad və elm zamanla cəmiyyəti dəyişdirə və işıqlandıra bilər. Bəli, elə bu ideya çıxır. Kitablar kənd həyatı üçün uyğun deyil, yalnız şəhərdə dəyərlidir. Yox, uşaqlar ancaq ailədən öyrənməlidir. Məktəbə ehtiyac yoxdur, belə bir fikir də yoxdur. Cavabımız olur C variantı. Köhnə rəfdə bir qutu vardı. İçində nə qızıl, nə sənəd, sadəcə işlənməyən bir telefon. Rahilə xala bu telefonla illərlə oğlu ilə danışmışdı. Oğlu xaricə gedəndən sonra hər zəngi bu telefondan gəlmişdi. Bir dəfə oğlu demişdi: "Ana, bunu dəyiş, köhnəlib. Mən bu telefonla səsini eşitmişəm," demişdi Rahilə xala. İllərdir oğlundan səs yox idi. Amma Rahilə xala hər axşam o telefonu əlinə alar, sanki bir zəng gözləyərdi. Bir gün telefon zəifcə səsləndi. Sevinə-sevinə cavab verdi. Səs gəlmədi, sadəcə sükut. O gündən sonra telefon bir daha çalmadı. Amma o hələ də onu enerjidə saxlayır. Deməli, bəlkə bir gün səssizlik də səslə dəyişər. Bax, bizim mətnimizdə əsas deyir fikir kimi hansı vurğulanır. Əsas vurğulanan fikrə siz diqqət etsəniz, sevgisini keçmişi ilə bağ quraraq, yəni keçmişdə olan o telefonla bağ quraraq, gələcəyə doğru ürəyində bir ümid hissləri yaşadır. Deməli, bu mətn bizə bunu ifadə etmişdi ki, texnologiya vaxtında dəyişdirilməlidir. Yəni düzdür, o deyir dəyiş, amma onun içərisində bizim mətnimiz bunu ifadə edir ki, onunla bağ var idi. Telefonlar köhnəldikcə dəyərsiz olur deyə bir mətn bizə bunu ifadə etmiş. Sevgi və ümid keçmişlə bağ quraraq gələcəyə doğru insanı yaşadır. Bəli, elə ən çox ananı yaşadan da ona qarşı olan oğlundan səs gəlməsə belə o hisslər idi, o duyğu idi. Uşaqlar valideynlərinə hər zaman zəng etməlidir. Razıyam, amma bu mətndə sırf bunu zəng etməlidir deyə bir şey vurğulanmır. Əsas vurğulanan Rahilə xananın hissləri idi. Qocalar texnologiyadan istifadə edə bilmir, yəni bu da mətnin ideyası deyil. Cavab olur C. 21. Bu mətnin ideyası ilə səsləşən ən uyğun başlıq hansı olar? Çalmayacaq zəng, köhnə telefon, səssizlik içində səs ümidi, bir qutunun içində gözlənilməyən səs. Bax, bunların hamısına fikir versəniz, ən uyğunu C olacaq. Çünki səssizlik içində bir səs ümidi gözləyirdi ana. Bax, elə əsas da deyir, səs gəlmədi, sadəcə sükut. Telefon bir daha çalmadı, amma hələ də onu enerjidə saxlayır. Çünki bir gün səssizlik də səslə dəyişər deyə ümidi var idi. Cavab olur C variantı. Baxırıq 22-ci mətnə. Qütb bölgələrinin səthi demək olar ki, il boyu buzdaqlar və qalın qar təbəqəsi ilə örtülüdür. Bu buz kütlələri zamanla yığılır və təzyiq altında daha sıx hala gəlir. Səthdəki dəyişikliklər əsasən temperaturun yüklənməsi və ya küləyin intensivliyi ilə əlaqəlidir.
Ətraf mühitin sərtliyi burada canlıların yaşaması üçün ciddi maneə yaradır. Səthi gün ərzində çox az dəyişir. Çünki burada günəş şüaları çox zəif bucaqda düşür və əriyəcək qədər enerji vermir. Mətndə fərqləndirilmiş səthi sözünü aşağıdakılardan hansı ilə əvəz etmək olmaz? Bax, bu qütb bölgələrinin səthi, yəni üzü, təbəqəsi, örtüyü, üstü, hamısı səthi mənasına gəlir. Amma boyu belə bir mənada işlənir ki, məsələn, falan ərazi boyu, falan yerin ərazisində, boyunda bu formada işlənə bilir. Və ya yerinə görə ərzində sözünə işlənə bilir. Deyirəm ki, gün boyu, gün ərzində, il boyu, il ərzində. Yəni bu mənada işlənə bilər. Ya da deyirəm ki, məsələn, tutaq ki, sahil boyu, sahil ətrafı bu mənada yerinə görə işlənə bilər. Amma qütbün səthi, onun üzəri, onun torpağı, onun qabığı bu mənalarda olan işlənə bir mənada boyu deyə bir şey işlənə bilmir axı. Ona görə cavabımız olur D variantı. Baxırıq 23-ə. Baxırıq 23-cü mətnimizə. Yarasa yeganə uçan məməli heyvandır. O, gecə aktiv olur, ultra səs siqnalları ilə istiqamətini tapır və kiçik həşaratlarla qidalanır. Yarasa başaşağı şəkildə tünd, sakit yerlərdə, mağaralarda, dam aralarında yaşamağı sevir. Bayquş da gecə həyat tərzi keçirən yırtıcı quşdur. Onun da görmə və eşitmə qabiliyyəti çox yüksəkdir. Bayquş gecə ov edərək siçan, qurbağa və kiçik quşlarla qidalanır. O da sakit və qaranlıq yerlərdə yuva qurur. Mətnə əsasən yarasa və bayquş üçün oxşar xüsusiyyəti göstərin. Deməli, hər ikisi gündüz ov edir, yanlışdır. Hər ikisi yalnız meyvə ilə qidalanır, yanlışdır. Hər ikisi uçma qabiliyyətinə malikdir. Razıyam. Normalda biz bilirik uçma qabiliyyətinə malikdir, amma əsas ortaq cəhət kimi mətndə baxın bu göstərilirmi? Birində deyir uçan məməli heyvandır yarasa, amma deyir bayquş da gecə həyat tərzi keçirən yırtıcı quşdur. Görmə eşitmə qabiliyyəti çox yüksəkdir. Ov edərək sıçan, qurbağa, kiçik quşlarla qidalanır. O da sakit və qaranlıq yerlərdə yuva qurur. Mən razıyam. Biz normal həyatımızdan bilirik bu uçma qabiliyyətinə malikdir. Amma mətndə bu vurğulanmır ki, ikisinin də uçma qabiliyyətinin olmağı ortaqdır. Amma hər ikisinin gecə aktiv olmağı və səssiz mühitlərə üstünlük verməyi daha çox mətndə bizə çarpdırılan məqamdır. Yəni ortaq cəhət kimi verilir ki, bu da sakit yerlərdə olur və gecə yaşamağı, o gecə həyat aktiv olur deyir. Burada da deyir ki, sakit yerlərdə, qaranlıq yerlərdə yuva qurur və gecə ov edir. Yəni ikisi haqqında da gecə aktiv olmağı və səssiz mühit üstünlük verməyi deyilir. Hər ikisi sualtı həyat sürməyi də deyilmir. Cavab olur D variantı. Yəni ortaq cəhət kimi bu ikisi mətndə bizə göstərilir. Mətndə aşağıdakılardan hansı göstərilməmişdir? Zəhra kiçik yaşlarından ətraf mühitə qarşı həssas idi. O, hər dəfə parka getdikdə plastik butulkalar, kağız və digər tullantıların təbiətə necə zərər verdiyini görüb kədərlənirdi. Bir gün qərara gəldi ki, məktəbdə təbiəti qoru adlı layihə başlatsın. Layihə çərçivəsində şagirdlər qruplara bölündü. Hər qrup müəyyən əraziyə cavabdeh oldu və həmin ərazidə tullantıları toplayaraq materialları çeşidlədi. Plastiklər, metallar, kağız və orqanik tullantılar ayrı-ayrılıqda toplandı. Zəhra bu təşəbbüsü ilə müəllimlərin və valideynlərin də diqqətini çəkdi. Az vaxtda məktəbin həyəti daha təmiz və səliqəli göründü. Həmçinin uşaqlarda təbiətə qarşı məsuliyyət hissi formalaşdı. Zəhra gördü ki, kiçik bir təşəbbüs böyük bir dəyişikliklərə səbəb ola bilir. İndi aşağıdakıların hansı göstərilməmişdir? Zəhranın ətraf mühitə qarşı münasibəti göstərilib, şagirdlərin tullantıları necə toplamağı göstərilib, məktəb ərazisinin layihədən sonraki vəziyyətinin səliqəli olmağı göstərilib, layihənin uşaqlarda məsuliyyət hissi yaratdığı göstərilib, amma valideynlərin layihədə iştirakı göstərilmir, onların sadəcə yaxşı diqqətini çəkdiyini göstərir. Ona görə cavab olur C variantı. Mətndən belə nəticəyə gəlmək olar ki, bu mətndən burada bax fikir versəniz bu tiplərdə əsasən yəni ümumi sənə məzmun nəyi ifadə elədi? Sənin ümumi məzmunun sənə nəyi göstərmiş oldu? Ən sonda dediyi o nəticədə də dediysə tam da mətnin elə ideyasını göstərir ki, kiçik bir təşəbbüs böyük bir dəyişikliyə səbəb ola bilər. Ona görə cavabımız olur C. Kiçik təşəbbüslərlə böyük dəyişikliklərə səbəb olmaq mümkündür. Yəni sırf tullantılar plastik materialdan ibarətdir. Zəhra tullantıların yandırılmasının tərəfdarı idi. Yəni yandırılmaq söhbəti deyilmir heç. Məktəblər ekoloji mövzularla maraqlanmır demir. Ətraf mühitin qorunması yalnız böyüklərin işidir demir. Amma başqa bir mövzuda desə belə bizə əsas lazım olan bu təşəbbüsün irəli sürülməyinin əsas ideyada olmağı idi. Cavabımız olur 25-də C variantı. Belə müdavimlərimiz, izləyicilərimiz ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın.